düşmənlərinə tezliklə qalib eyləsin. Amin. İran xalqını, Fələstin xalqını, bütün dünya məzlumlarını beynəlmiləl siyonizmə və ABŞ-ya qalib eyləsin. Amin. Mübarək Ramazan ayının əvvəlində əziz rəhbərimiz bizimlə idi. Bu Ramazan ayının şəhidi oldu. Şəhid rəhbərimizin ruhunun şad olmasına ucalı salavat deyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bu hadisədə şəhid olan bütün mömin və möminələr, xüsusən o məktəbli qızlar, hansılar ki, çox məzlumcasına şəhid edildilər və bütün İslam şəhidləri, xüsusən Azərbaycan şəhidlərinin ruhlarına buradan bugün salavat hədiyyə eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Nahmaduhu ve nesta'inuh ve netevekkelu aleyhi ve nestağfiruh. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve şefi'i zunubina Ebil Qasimil Mustafa Muhammed Allahümme salli ala Muhammed ve ala alihi teyyibine tahirinel ma'sumin siyyama baqiyatillahi fil aradin ve la'netu daimetu ala a'daihim ecma'in. Usikum ibadallah ve nefsi bitekvallah. Bu akşam Fitir bayramı akşamıdır. Sabah da Fitir bayramıdır, günüdür. Mübarək olsun hamınıza. Allah Teala oruçlarımızı, dualarımızı qəbul eyləsin, ibadətlərimizi qəbul eyləsin. Bu akşam da çox əzəmətli akşamdır. Sabahki gün də çox əzəmətli gündür. Bir rəvayət var Həzrəti Peyğəmbərdən, diqqətimi çox çəkdi. Böyük, uzun rəvayətdir. Ramazan ayının fəzilətləri barəsində, bir də Fitir bayramının fəziləti barəsində. Allah Təbarək və Teala belə buyurur. Yəni, Həzrət Peyğəmbər deyir ki, Allah Teala buyurur: فَإِذَا كَانَتْ لَيْلَةُ الْفِطْرِ وَهِيَ تُسَمَّى لَيْلَةَ الْجَوَائِزِ. Gəlir Ramazan ayı çatır Fitir gecəsinə. Allah Teala bu Fitir gecəsini caizələr, hədiyyələr gecəsi adlandırıb. Ətəllahul amilinə əcrəhum bi qeyri hesab. Hesab kitabsız Allah Teala bütün amillərə, bu Ramazan ayında ibadət edənlərə əcrlərini əta eləyəcək. Hesab kitabsız. Yəni, çox nöqtənən, qənimətli bir gecədir və əziz vaxtlardır. İndi Fitir günü, yəni bu gecənin sabahı, Allah Teala mələikə qoşununu nazil edəcək. Bu rəvayətdə deyildiyi kimi, Allah Teala mələikələri nazil edəcək, məbus edəcək. Bütün məmləkətlərə, bütün şəhərlərə, mələikələr hər yeri dolduracaq, əhatə edəcək. Xüsusi rəhmət mələikələri. Və nida eləyəcəklər. Ya ümmətə Muhammed uxrucu ila Rabbin Kerim. Ey Peyğəmbərin ümməti, Kərim Pərverdigarınızın qarşısına çıxın. Yəni, sübh vaxtından çağıracaqlar bütün möminləri.
bütün aləmi bu nida bürüyəcək, bir rəhmət yağışı. İnsan bunu ehsas eləməlidir, bunu yaşamalıdır, bu mənəviyyatı. Nida eləyəcəklər, çağıracaqlar, gəlin yu'til cəzil, sizə firavan çoxlu qazanc versin Allah Taala. Və yəğfirul azim, və sizin böyük günahlarınızı bağışlasın, əfv eləsin. Möminlər müsəllaya toplaşanda, namaza gələndə, namaz vaxtı çatanda Allah Taala mələikələrinə belə xitab edəcək, buyuracaq. Mələikələrim, ma cəzau əl-əcir, bu əcir tutulan insanların müzdü nədir? İndi birin əcir tutursan, iş gördürürsən, bunun görə müzdün verəsən, qazancın verəsən. Allah Taala da mələkələrə xitaban buyurur ki, indi bunlar ki əməl elədi, mən də bunları çağırmışdım əməl eləməyə. Mənim boynumdadır, bunların müzdünü verəm. Fətəqulul mələikə, ilahənə və seyyidənə. Mələkələr müraciət edirlər, ərz edirlər. İlahımız, seyyidimiz, cəzauhu ən tuvəffə əcrəhu. Bunların müzdü budur ki, qazancları nədir? Bunlara verəsən. Nə qazanırlar? İndi görək möminlər bu mübarək Ramazan ayında Allah'tan nə qazanırlar? Allah Əzzə və Cəl buyurur, فَإِنِّي أُشْهِدُكُمْ مَلَائِكَةِ أَنِّي قَدْ جَعَلْتُ ثَوَابَهُمْ عَنْ صِيَامِهِمْ شَهْرَ رَمَضَانَ وَقِيَامِهِمْ فِيهِ رِضَايَ وَمَغْفِرَةِ. Mələikələrim, bilin, şahid olun, bu Ramazan ayında ki, bunlar oruç tutdular, namaz qıldılar, ibadət elədilər. Bunların qazancı mənim razılığım, bir də məğfirətimdir. Yəni, xoşhalımıza ki, Allah'tan, Allah'ın razılığını qazana bilirik inşallah. Bir də məğfirəti. Ləməğfirətun minəllah və rəhmətun xeyrun mimma yəcməun. Məğfirət də, Allah'ın rəhməti də ayədə deyildiyi kimi, İnsanlar nə qədər bu dünya malından yığa, bütün dünyanın malın yığa, ona sahib ola, Allah'ın məğfirəti və rəhməti bunların hamısından xeyirlidir. Buna biz ahirətdə, həşr olanda anlayacaq. Yəni, bu dünyanı keçdik, bərzəx aləmində biləcək, bir də ki, ahirətimizdə biləcək, bunların mənası nədir? Çox böyük feyzdir, nailiyyətdir, qazancdır. Razılıq, Allah Teala razılıq içində belə buyurur. Radiyallahu anhum və radu anh zalikəl fawzul azim. Allah bunlardan razı olar, bunlar Allah'tan razı olar və bu böyük bir nailiyyətdir, əzəmətli bir nailiyyətdir. Allah Teala ki, bir şey üçün əzim dediyi, yəni əzəmət, təsəvvürə gəlməyən bir böyüklük. Əzəmət belə bir şeydir, təsəvvürə gəlməyən bir böyüklük. İnsan onu təsəvvür edə bilməz. İndi bu da böyük bir, əzəmətli bir nailiyyətdir. Bu, Allah'ın razılığını qazanmaq. Və yəqulu, ya ibadü səluni, Allah Teala hədisin ardında 3 dəfə izzətinə and içir. Deyir ki, bəndələrim, və bu günləri, yəni Fitr bayramı günü məndən istəyin. And olsun izzətimə və cəlalıma. Nə istəsəniz bu gün cəminizin içində, bu cəmiyyətin içində, bu istəyiniz ahirətə görə olsun, dünyaya görə olsun, əta edəcəm, verəcəm, qəbul edəcəm sizdən. And olsun izzətimə deyir Allah Teala. Sizin bütün günahlarınızı, pisliklərinizi, eyib, nöqsanlarınızı örtəcəm. Fürsətdir də
gözəl fürsətdir, möminlərin əlinə düşüb. Bu gündə Allahdan istəsin, Allah Taala da güzəşt eləsin, keçsin. Pak, məsum bir uşaq halına döndərsin Allah Taala onu. Yəni, əgər Allah eləməmiş, 1-2 günə dünyasını dəyişsə, tamamilə ağappaq gedib Allahın yanına. Günahsız gedib. İnşallah ki, buna nail olar. Nə eyibləriniz, günahlarınız, xətalarınız var idi ki, müraqib idiniz, istəmirdiniz insanlar bilsin, hamısını örtəcəyəm, təmizləyəcəm, aradan aparacağım. Bir də and olsun, izzətimə əcrinizi verəcəyəm, bir də sizi cəhənnəm əhlindən uzaq tutacağım. Necə ki, cəhənnəm əhlini rüsvay etmişəm, sizi o rüsvayçılıqdan xilas edəcəm. İnsarifu, indi bugünkü namaz qıldığınız bir yerdə dağılışın, bağışlanmış halda, bir də mənim razılığımı qazanmış halda. Mələkələr bunu eşidirlər, bunu görürlər, sevinirlər, bir-birlərini təbrik edirlər, müjdə verirlər və qalxırlar səmaya. Allah Taala Peyğəmbərin ümmətinə bu mükafatları verir, nəzərdə tutub, inşallah ki, bizə də qismət olsun. Biz də həm bu Ramazan ayının mənəvi fəzasından ən kamil dərəcədə bərxurdar olaq və bu mükafatlardan, caizələrdən və qazanclardan məhrum olmayaq.